Vişnyovkada, Alballıqda yenilik. Mərdəkan evlərindən, hörmətli izləyicilər. 3 sotun içində Vişnyovkada belə xudmani evlər modern stildə olmur da. Demək olar ki, 0 dərəcə düz yolun üstündədir. Baba, maşınla girdin, bir dənə çəkmə. Avtomobillə girdin, düz girirsən həyətə. 2 dənə maşın həyətinə rahat şəkildə daxil ola bilir. Vişnyovkada yox, ha, Alballıqda, Bilgək istiqamətində, taksimatorlu tərəfdə. Modern stildə, hörmətli izləyicilər, bir də xatırladıram. Yəni bugünkü gün Vişnyovkada bağlaya, papurtla idarə olunan qapı olmur. Yoxdur, axtarmayın belə xudmani. 195.000 manata paket kupça. Yəni ipotekaya da yararlıdır. Otaqlar hamısı gelir. 122 kvadrat, bax basenlə bax hovuzdur. Çıxdın oradan, verirsən özünü promoy bura. Həyətimiz deməli burada bilirsiniz də Vişnyovkada, yəni Albalı su problemidir, yəni quyudur. Vasnavnon 90% quyudur. Burada gəl bura. Su xətti də var. Yəni olmur. İçərilərə girmirsən. Promoy yoldan fırlanıb girirsən həyət var. Nə istəyirsən? Gül çiçək də bura əkilib. Otaqlardakı həkim xalatı kimi ağappaq. Deməli, evimizin, hörmətli izləyicilər, böyük hissəsindən orada arkada sanuzeli var. İsitmə sistemi kombin. Sanuzeli oradadır. Otaqlarla tanış olacağıq. Deyirəm də sizə, ev ağappaq həkim xalatı kimidir. Buyur. Ağappaq həkim xalatı kimi. Hamısı ağ. Bura, hörmətli izləyicilər, qonaq otağımızdır. Görün, nə qəşəngdir, nə gözəldir. Bura bir dənə uqlavoy divan, TV stand, divan oraya, bir dənə uqlavoy stand. Çıxdıq, bax, qonaq otağımız. Ən balaca otağı vurğuluyorum. Bu detskidir, 9 kvadrat metrdir, vəssalam. 9 kvadratdır bu otaq. Çılçıraq, pərdə, hər şey. İnterneti var idi, kamera sistemi var idi. Geniş ölçüdə sanuzeli. Bu ikinci yataq otağı. Buyurun. Bu da üçüncü yataq otağı. Evimiz istipoldur, istipolun kollektorları. Qapılar